əlaqə zamanı ağrı mənim üçün gündəlik həyatıma təsir edir. Bu vəziyyətin səbəbi hormonal balansızlıqdan çox struktural bir problem ola bilərmi? Struktural bir problem deyəndə yəqin ki, hər hansı bir anomaliyanı nəzərdə tutursunuz, anadan gəlmə anomaliyaları. Təbii ki, cinsi əlaqənin ağrılı olması normal hal deyil. Bu zaman bunun belə deyim, əsasında yatan səbəbləri araşdırmaq lazımdır. Psixoloji səbəblərdən başlamış hormonal pozulmalara qədər və vurğuladığımız kimi anormal, anadan gəlmə, ektopiyalardan tutma, üzvü dəyişikliklərə qədər ola bilər və bunu tək bir sözlə ifadə etmək biz ginekoloqlar üçün çox çətin olur. Bundan ötürü siz həkimə müraciət etməlisiniz, tam qan təhlilləriniz alınmalıdır, eləcə də pervaginum baxış güzgülərin köməkliyi ilə baxış keçirilməlidir və bundan sonra bizim bir fikir yürütməyimiz daha məqsədə uyğundur.